Soyuz Multfilm Kinostudiyasının istehsalı 1954-cü il Qızıl Antilop Hind xalq nağılı Ssenari müəllifi Nikolay Abramov Rejissor Lev Atamanov Bəstəkar Vladimir Yurovski Kızıl, kızıl. Kızıl. Tutun onu. Çapın. Çapın. Antilopu tutun. Mənsə qızılı yığım. 4, 5, 6. Qorxma, qorxma. Mən səni gizlədərəm. Qorxma. Ardımca gəl. Gəl, gəl. Gəl, gəl. Gizlən. Tez ol, gizlən. Buradan kızıl antilop geçip cevap ver. O hara gitti? Böyük və qüdrətli rac. Antilop. Antilop ora qaçdı. Ondan niye onun ləpirləri burada kurtarır? Sen beni aldadırsan oğlan ha? İcazə ver onun başını kəsim. Əvvəl yoxla. Eğer sen beni aldatmısansa oğlan, bu bəbirləri senin üstüne bırakacağım. Oğlan düz deyib. Bu qızıl sikkələri mən bax oradan tapdım. Mən sərt olsam da ədalətliyəm. Mənə düzünü dediyinə görə sənə ənam verəcəm. Sikkələri mənə ver. Ver. Oğlan, mən sənə həyat bəxş eləyirəm. Bəbirləri kənara çəkin. Sağ ol kiçik qardaşım. Əgər sənə kömək lazım olsa,
mənim yanıma gəl. Səni hardan tapa bilərəm? Mən uzaqda, cəngəllikdə yaşayıram. Köhnə şəhərin arxasında, Bozbel dağların ətəyində yaşıl bambuq nəğmə deyir. Mən orada, yabanı gavalı yetişən yerdə yaşayıram. Orada 6 ayı balası ho deyə qışqırıb arxa üstə yıxılırlar. Ağacdan yarpaq düşəndə isə pələnglər bu mənzərəyə baxmağa gəlirlər. Qonaq gəl, kiçik qardaşım. Sən mənim xoşuma gəldin. Sən də mənim xoşuma gəldin. Tut! Tut onu! Onu bərk tut! Qaç! Qaç! İrəli! 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 Sən niyə onu buraxdın? Mən səndən qorxdum. Bəsdir, boş-boş danışdıq. De görüm, o harda yaşayır? Mən bilmirəm. Bilirsən, siz köhnə dostlar kimi yanaşı dayanmışdınız. Düzünü de, yoxsa sənə çox pis olacaq. Mənə onsuz da pisdir. Mən yetiməm. Yetim! Qulaq as, yetim! De görüm, antilop harda yaşayır? De! Mən sənə qızıl sikkə verərəm. Mənə qızıl lazım deyil. İstəsən, hamısını verərəm. Hamısını götür. Əgər mənə biri lazım deyilsə, onda hamısı nəyimə lazımdır? Sən düşünürsən ki, antilop sənə daha çox qızıl verəcək? De, o harda yaşayır? De! 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 Tutun onu! Tutun! Tutun onu! Qaça bilməyəcəksən! Qaça bilməyəcəksən! Qaça bilməyəcəksən! Qaça bilməyəcəksən! Əlimə düşdün? Mən Racaya deyəcəm. Ey! Bütün racaların sehirli əşyaları var. Şimalda yaşayan racanın havada uçan taxta atı var. Cənubda yaşayan racanın arvadı isə istədiyi vaxt quşa çevrilə bilir. Bütün bunları mən çox görmüşəm. Get. Darıxıram. Qərbdə yaşayan racanın sehirli çubuğu var. O yemək gətirir. Mənimsə heç nəyim yoxdur. Gedin.
Bugün qızıl antilopu əlimdən buraxdım. Ha, gel bura. Gel. Gel, yaxın gel. Gel, qorxma. Qorxma. İndi isə bir dəqiqəliyə yığdığın sikkələri mənə göstər. Hamısını ver, hamısını. Bəlkə onlar saxtadılar. İndi onları yoxlayarıq. İndi onları tutuşturarıq. 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 Ha, mən sənə görə şad oldum. Onlar saxta deyillər. Oh, böyük raca, sən səhvən mənim qızıllarımı da öz sandığına qoydun. Ay, gör mən neynədim. İndi mən sənin qızıllarını öz qızıllarımdan necə ayıracağım? Raca, ver. Sənə bu qızıllardan versəm, birdən onların arasında mənim qızıllarım oldu. Onda necə? Öz qızıllarımı isə mən heç kimə vermək fikrində deyiləm, heç kimə. Heç kimə. Raca, Əfsus, mənim qızıllarım adamlarımdan da yaxşıdılar. Qızıllar həqiqidir, adamlarsa saxta. Mənə sədaqətli olmağa and içirsiniz, amma bir antilopu tapa bilmirsiniz. böyük və qüdrətli raca. Axı mən elə buna görə yanınıza gəlmişəm. Demək istəyirəm, kənddə bir oğlan var. O antilopun harda yaşadığını bilir. Antilopun harda yaşadığını bilən oğlan, onu saraya gətirin. Raca əmr elədi ki, səni saraya aparsınlar. Mən pis heç nə eləməmişəm. Tutun oğlanı. Çık git buradan, git. Cəngəlliyə git, git buradan, git buradan. Cəngəlliyə git cəngəlliyə, git. Əsgərlər! Racanın əmrini yerinə yetirin. Burax məni. Axı mən sənin həyatını xilas elədim. Nə? Sən doğrudan fikirləşdin ki, mən o zolaqlı pişikdən qorxacam? Onu Racanın sarayına, məhkəməyə aparın. Ardımca! Mənim nökərimə hücum elədiyin üçün, onun paltarını cırdığın üçün və bu hörmətli insanı döydüyün üçün sən cəzaya layiqsən. Mən ona toxunmamışam böyük və qüdrətli raca. O vəhşi bəbir kimi üstümə hücum elədi. İcazə verin, onun boynunu vurum. Dayan. Sən cərimə verməlisən. 10 qızıl pul. Mənə? Cəriməni həmişə raca alır. Nəzər alsaq ki, sən öz payını artıq almısan. Ey böyük raca, mənim o qədər qızıl pulum yoxdur. Əgər gün çıxana qədər
Sen 10 kızıl pul getirmesen, sen edam olunacaksan. Git. Onu takip elə. Əminəm ki, o antilopun yanına gidecek. Onda biz onun harda yaşadığını biləcəyik. Onlara değme. Balaları yeme. Ben sana süt veririm. Sağ ol. Sen burada ne aktarırsan? Ben kızıl antilopu aktarırım. Ardımca gel. Ağlamayın, körpe pişiklər. İndi sizi xilas eləyərəm. İndi isə qaçın buradan. Çox sağ ol, kiçik qardaşım. De görüm, sən cəngəllikdə nə axtarırsan? Mən qızıl antilopu axtarıram. Mən səni ora apararam. Sağ ol. Buradan o tərəfə özün tək gedəcəksən. Köhnə şəhər. Antilop bu şəhər barədə danışırdı.
Sağ ol, kiçik qardaşım. Sən cəngəllikdə nə axtarırsan? Mən qızıl antilopu axtarıram. Çıx, mənim kürəyimdə otur. Mən səni ora apararam. Bozbel dağ. Budur o. Sağlıqla qal, kiçik qardaşım. Buradan o tərəfə tək gedəcəksən. Yaşıl qamış. Ayı balaları. Yabanı gavalı. Pələnglər. Ona toxunmayın. O mənim dostumdur. Səni tapdığım üçün çox şadam. Nə olub, kiçik qardaşım? Əgər gün çıxana qədər Racaya 10 qızıl pul verməsəm, o məni edam eləyəcək. Götür. Çox sağ ol. Dayan. Bu qamışı kəs və ondan tütək düzəlt. Əgər sənə lazım olsam, 3 dəfə çal, harda olsam köməyinə gələcəm. Deməli, 3 dəfə çal. Çox sağ ol. Mən gedim, sən gecikə bilərsən. Otur kürəyimə, səni apararam. Gəlmir. 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 Buraxın. Bıraxın. Sən Qüdrətli Raca, mən cəriməni gətirmişəm. bilirəm bu qızılları sənə kim verib. De görüm. De görüm antilop hardadır. De. Deməyəcəm. İcazə verin onun başını kəsək. Əl saxla. Oğlan. Sənə düşünməyə 3 dəqiqə vaxt verirəm. Bax, bu da saat. Əgər vaxt tamam olana qədər antilopun harda olduğunu deməsən, sənin başını kəsəcəklər. Sən racasan, amma bilmirsən ki, dostlara xəyanət eləmirlər. Oğlan, xeyirxah oğlan.
Mən səni nazir eləyəcəm. Sən mənə oğul əvəz olacaqsan. Əgər istəsən lap atam ola bilərsən. Amma antilopun yerini de. O harda yaşayır? De. Yox, deməyəcəm. Nə qədər ki gec deyil onun yerini de. Deməyəcəm. Deməyəcəksən? Yox. Onun başını kəsin. Dayanın! 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 Dayan. Onun sehirli tüteyi var. Eğer tüteyde 3 defa çalsan kızıl antilop bura gelecek. Verin, tütəyi mənə verin. Yox, yox. Sən məni çağırdın, kiçik qardaşım. Yox, yox, onlar səni aldatdılar. Qaç, qaç buradan. Əgər sən qaçsan, mən oğlanın başını kəsəcəm. Sən məndən nə istəyirsən? Qızıl. Oğlanı burax. Mən sənə qızıl verərəm. Oğlanı bırak. Hey, Karol. Hey Karol! Tutun onu. Tutun onu! Get, kiçik qardaşım. Get. Mən sənsiz getməyəcəm. Oğlanı qovun getsin. Mənim üçün qorxma. Ora getmə. Sənə nə qədər qızıl lazımdır? Çox. Birdən qızıl həddindən çox olsa, Axmaq heyvan. Qızıl həddindən çox ola bilməz. yaxşı. Amma yadında saxla. Əgər mənə dayan, bəsdir, kifayətdir desən, sənin bütün qızılların daşa çevriləcək. Qızıl. Kızıl! Bu mənim qızılımdır. Mənim qızılımdır. Kızıl! Kızıl! Benimdi. Kızıl! Kızıl! Mənim qızılımdır. Mənim qızılımdır. Mənimdir. Mənimdir. Rədd ol, çəkil. Mənim qızılımdır. Mənimdir. Kızıl! Kızıl! Yox, mənimdir. Ver, bura ver. Bura gəl. Dayan, dayan. Dayan, dayan. Yenə. 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 Mənə rəhm elə. Rəhm elə. Bəsdir. Kömək eləyin. Xilas edin. Özün özüne kömək elə. Mənsə gedib başqa racaya xidmət eləyəcəm. Səndən dövlətli racaya. Gedək, kiçik qardaşım. Gedək.